Salam aleyküm Zülfüqar bəy. Məni uşaqlar göndərdi, dedilər ki, bəs siz Bala, xoş gəlmisən. Deməli, 3 dənə sual verə bilərsən 50 manat. Razısınızsa başlayaq. bir eksim var. Yəni baxa bilərsiniz o mənə yazacaq, geri qayıdacaq, yoxsa yox. Eksin. Bala, onun səndə gözü var. Səni dəlilər kimi sevir, amma xalası olmayan evlənəcək. Bəs Zülfüqar bəy necə eləyim ki, o mənə qayıtsın, bəs nətər eləyim? Necə eləyə bilərsən? Deməli, bax, bunu götürürsən, gündə 3 dəfə. Qoyursan alnı var, pərvanə kimi fırlanırsan, şukudandan, şukudandan, şukudandan. Yaxşımı? Bəs həqiqətən qayıdacaq? Yox, o mən bilməm, o Allah bilər. Mən prosta deyirəm ki, elə də indi ola bilər, insandır, bəlkə qayıdar, bəlkə qayıtmaz. İkinci sualı da alın. Bəs Zülfüqar bəy bildimi? Bəs mənim maddiyyatım da zəifdir, maşın da almaq istəyirəm. Nəyi məsləhət görürsüz? Necə eləyim, nətər eləyim? Tanqanı istəyirəm alım. Nə məsləhət bilirsiniz? Yoxa, çanqanız adı neysə, başım bırakışa beydiza satırlar. Gəl ondan al, taksi parklar zatlar var. Elə bax, burada məndə nömrəsi var. Mən WhatsApp-dan yazırsınız göndərirəm, aylıq 1200. Məndə 3-4 dənə maşınım var, vermişəm ora. Ancaq elə eləyə bilərsən. Sondan bağa deyib, eyli daha yaxşıdır. Mənimə pul gələcək, ona baxa bilirsiniz. Bu nədir? Bu cinlərdir. Cinlərlə sənin işvə görə seviyyə çıxmışam, bunlar gələcəyə bilirlər. Bir dəqiqə. Danışdım. Napoli ilə Qarabağın oyununa 2-500 atarsan, 1000 manat, 50 manat da bizi görərsən. Yaxşı mı? İşvəllilik edir abi sən. Bildim. Geç, problem yoxdur. Qız kabinetə gedim, problem yoxdur. Nətər lazımdır cavab eləyərəm. Prost kabinetin adında bir də saatındır. Saatına uyğun mən cavab eləyirəm.